Ekoloji təmiz məhsulun yetişdirilməsi aqrotexniki qaydalara düzgün riayət olunmasından keçir. Bu fikir kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər üçün keçirilən seminarda səslənib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Aqroservis Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçirilən seminarda Abşeronda fəaliyyət göstərən fermerlər iştirak edirdi. Aqroservis Şirkətlər Qrupunun rəhbəri Hüseyn Hüseynov bildirdi ki, seminarın məqsədi bioloji sağlam və yüksək məhsuldar sortların yetişdirilməsi istiqamətində beynəlxalq aləmdə əldə edilən elmi nailiyyətlərin təşviqidir. Seminarda Azərbaycanla yanaşı Rusiyadan da alimlərin çıxışları olacaq. Yerli mütəxəssisləri maraqlandıran və narahat edən məsələlər müzakirə ediləcək. Davamlı şəkildə keçirilən belə seminarlarda kənd təsərrüfatı üzrə mütəxəssislər innovativ yeniliklərlə tanış olur, praktik biliklərə yiyələnirlər. Biz əvvəllər də bu seminarları təşkil eləmişik. Əsasən seminarlar təşkil olunur bizim əkin sahələrimizdə. Bundan əlavə olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin mütəmadi olaraq son 3-4 ildə tələbələri bizim əkin sahələrində istehsalat təcrübə praktikalarını keçirirlər və ötən ilin payız aylarında yenə də Timur Azərbaycan Moskva Kənd Təsərrüfatı Akademiyasının aparıcı alimləri, 2 professoru dəvət olunmuşdu tərəfimizdən Azərbaycan Dövlət Aqrar Universitetinə və onlar da biotexnologiya və patofiziologiya ixtisasları üzrə mühazirələr oxumuşdular. Timur Azərbaycan adına Rusiya Kənd Təsərrüfatı Akademiyasının Bitki Kafedrasının müdiri professor Sergey Popov seminarın əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, Rusiya hökuməti və iş adamları Azərbaycanda yetişdirilən ekoloji təmiz kənd təsərrüfatı məhsullarını almaqda maraqlıdır. Belə seminarların tez-tez təşkil olunması bizi çox sevindirir. Əldə edilən elmi nailiyyətlərin birgə tətbiqindən hər iki ölkənin vətəndaşları yararlanır. Bizim akademiyanın əməkdaşları 3 ilə yaxındır Aqroservisin dəvəti ilə Azərbaycana gəlirlər. Belə təşəbbüsləri və görüşləri alqışlayırıq. Seminarda çıxış edən alimlər əsasən tərəvəz məhsullarının yetişdirilməsində, ziyanvericilərə qarşı mübarizədə ən son innovasiyalardan danışdılar. Sonra kənd təsərrüfatı mütəxəssislərinin sualları cavablandırıldı, onlara əyani vəsaitlər təqdim olundu. Surxat Əkişiyev, Elçin Tağıyev, Salih Yüb qızı xəbərlər.